Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-sında Bakıda Ziyalı ailəsinin anadan olub. 1979-cu ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəb bitirib. Salatın xanım elə həmin il Azərbaycan Neft-Kimya İnstitutuna daxil olub. Onun mühəndis diplomu olsa da, ədəbiyyata olan həvəsi onu jurnalistika aləminə yönəldir. O, Maladyoş Azərbaycana qəzetində jurnalist kimi fəaliyyət göstərir. Onun toxunduğu məsələlər həyatımızın ən vacib problemləri ilə bağlı idi. Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü onun yazılarının başlıca mövzularına çevrilmişdi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyində Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın şiddətli atəşə tutulur. Nəticədə Salatın xanım Əsgərova ömrünün 29-cu baharında şəhid olur. Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanına dəfn olunur. Onun yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri onun adını daşıyır. Bakı buxtasında gəzinti gəmisi Salatın xanımın adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulmuşdur. Salatın Əsgərovanın şəhid olduğu kənd Salatın kənd adlanır. Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Allah rəhmət eləsin.